İlkin ödənişi 35.000 manat olmaqla yeni yasamalda təmirsiz mənzil satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Məhəmməd Xiyabani küçəsinin sonunda yeni salınmış Jasmin Park yaşayış kompleksində, yeni inşa olunmuş 16 mərtəbəli binanın 14-cü mərtəbəsində. Ümumi sahəsi 102 kvadrat olan 3 otaq studiya tipli təmirsiz mənzildir ki, təcili olaraq satışa çıxarılıbdır. Biz də istədik ki, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. Binanın qaz suyu, işığı çəkilib, liftləri işləş vəziyyətdədir. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bu ərazidən keçən 17, 39, 193 nömrəli avtobus hədlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz, biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Məhəmməd Xiyabani küçəsinin sonunda yeni salınmış Jasmin Park yaşayış kompleksində, yeni inşa olunmuş 16 mərtəbəli binanın 14-cü mərtəbəsində. Ümumi sahəsi 102 kvadrat olan 3 otaq studiya tipli mənzildir ki, təmirsiz vəziyyətdə satışa çıxarılıbdır. İlkin ödənişi 35.000 manatdır, nəqd qiyməti 224.000 manatdır. Təcil olaraq satışa çıxarılıbdır. Əvvəldə də bildirdiyim kimi qazı, suyu, işığı çəkilibdir. Liftləri işləş vəziyyətdədir. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bu ərazidən keçən bir neçə avtobus xəttinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.